Ana dili, kimlik və gələcək mövzusunda gənclərin iştirakı ilə Respublika konfransı keçilib. Konfrans Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli ana dilinin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb. Bizim yazılı ədəbiyyatımızı dilimizin inkişaf etdirən və yaşadan, zənginləşdirən böyük xəzinədir. Azərbaycan dilinin inkişafına həmişə böyük qayğı göstərilib. Çünki dil xalqın milli kimliyinin pasportudur. Konfransda iştirak edən Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov ana dilinin tədrisi və təbliğinin vacibliyindən danışıb. Məktəb təhsili dillərin qorunması və funksional inkişafında əsas rol oynayır. Ailə və valideynlər də bu işdə prioritet yer tutur. Əgər indiki şəraitdə ana dilini əvvəlcə ailədə, sonra məktəbdə dərindən öyrətməsək, gələcəkdə ondan məhrum ola bilərik. Qeyd etmək lazımdır ki, uşaqlıq ana dilinin köklərinə bağlılıq üçün ən əlverişli zamandır. Valideynlərin vəzifəsi ana dilinin gözəlliyini və zənginliyini uşaqlara kiçik yaşlardan aşılamaqdır. Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Azərbaycan dilinin təhsil sistemindəki rolundan bəhs edib. Pedaqoji Universitet olaraq bizim üzərimizə xüsusi bir missiya düşür. Biz sabahın müəllimlərini yetişdiririk. Ana dilini dərindən bilən və onu daxili bir ehtirasla sevən müəllim əslində vətənini qoruyan vətəndaş yetişdirir. Çünki dilini bilən xalq yaşayır, dilini itirən xalq mənəviyyat qalasını itirmiş sayılır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahir Hüseynov isə çıxışında ana dilinin qorunmasının hər bir vətəndaşın mənəvi məsuliyyəti olduğunu bildirib. Dil atributlarımızdan biridir. Dil bizim ədəbiyyatımızdır, tariximizdir, fikrimizin ifadəsidir və bütün bu böyük məsələlərə bir konfransda diqqət yetirmək, çıxışlar dinləmək, məsləhətlərə, tövsiyələrə qulaq asmaq, bundan sonra davam edəcək panel müzakirələrində, fikirlər söyləyən müzakirələrdən, gəlinən nəticələrdən isə mütləq gəncliyimiz faydalanacaq. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimə adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin müasir inkişaf istiqamətlərindən bəhs edib. Çatmayan funksional dilçilikdir, çatmayan praktik dilçilikdir. Biz hər şeydən danışırıq, qrammatikadan danışırıq, çox yüksək səviyyədə. Ancaq onun icrasına gələndə, praktik icrasına gələndə, bax burada bir qədər ləngimələr olur. Biz buna üstünlük verməliyik, artıq dilçinin üstündə bu proses başlayıb. Çünki artıq biz funksional morfologiya, funksional sintaksis gələcəkdə bunun daha önəmli hissələrini biz çap edəcəyik və bu sayədə yönümüzü, tədqiqat obyektimizi dəyişəcəyik. Konfrans daha sonra öz işini panel müzakirələrlə davam etdirib.